Hər kəsə salam, mən psixoloq Ləman Əziz. Hamımız eyni sualı veririk. Niyə bəzi insanlar çox istedadlı olduqları halda uğursuz olur, digərləri isə sanki heç nədən böyük nailiyyətlər qazanırlar? Bir çoxumuz uğuru yalnız yüksək IQ və ya fitri istedadla əlaqələndiririk. Lakin müasir psixologiyanın ən nüfuzlu simalarından biri Angela Duckworth bizə fərqli bir şey deyir. Uğur bir marafon qaçışıdır, sprint deyil. Məhz bugünkü mövzumuz Duckworth'un dünyanı sarsıdan 2013-cü ildə ona MacArthur Genius mükafatını qazandıran məşhur grit, yəni əzm nəzəriyyəsidir. Gəlin bu gizli düsturu birlikdə kəşf edək. Duckworth əzm anlayışını sadəcə çox işləmək kimi izah etmir. Onun tərifinə görə əzm çox uzun bir məqsəd üçün göstərilən ehtiras və davamlılığın mükəmməl birləşməsidir. O, West Point Hərbi Akademiyasından tutmuş, milli orfoqrafiya müsabiqəsinə qədər ən çətin sınaq sahələrini araşdırıb. Nəticə isə təəccüblüdür. Ən çətin şərtlərdə sağ qalanlar və qalib gələnlər ən ağıllılar deyil, məhz əzm balı ən yüksək olanlar idi. Yəni əzmkar insan üçün uğursuzluq bir son deyil, sadəcə yolun bir hissəsidir. Duckworth cəmiyyətdəki istedad kultuna qarşı çıxaraq bizə riyazi bir model təklif edir. Bu düstur isə hər şeyi dəyişir. Onun düsturu belə idi. İstedad vurulsun səy, bərabərdir bacarıq, bacarıq vurulsun səy, bərabərdir nailiyyət. Fikir verdinizsə, səy düsturda 2 dəfə iştirak edir. Bu o deməkdir ki, istedad sizin bacarığa nə qədər sürətlə çatacağınızı müəyyən edir. Lakin həmin bacarığı real nailiyyətə çevirən yeganə şey onu təkrar tətbiq etmək, yəni səy göstərməkdir. İstedad sadəcə potensialdır. Səy göstərmədikdə o sadəcə reallaşmamış vəd olaraq qalır. Əzmkar insanlar sadəcə çox işləmirlər. Onlar məqsədli məşq edirlər. Bu, hər gün eyni şeyi təkrar etmək deyil. Bunun 4 qızıl prinsipi var. Birincisi, konkret hədəf. Zəif nöqtənizi tapın və ona fokuslanın. İkincisi, tam fokus. Bütün enerjinizi o anki işə verin. Üçüncüsü, rəy. Səhvlərinizi dərhal öyrənin. Dördüncüsü isə yorulmadan təkrar. Mükəmməlləşənə qədər davam edin. Yaxşı xəbər budur ki, əzm anadan gəlmə deyil. Onu sonradan qazanmaq olar. Duckworth bunun 4 daxili mənbəyini göstərir. Birincisi maraq. Etdiyiniz işi həqiqətən sevməlisiniz. İkincisi məşq. Hər gün dünənkindən bir addım irəli getmək. Üçüncüsü məqsəd. İşinizin başqaları üçün də faydalı olduğuna inanmaq. Dördüncüsü ümid. Çətinliklərin öhdəsindən gələ biləcəyinizə dair sarsılmaz inan. Bu Carol Dweck'in inkişaf düşüncəsi ilə birbaşa bağlıdır. Angela Duckworth uğur psixologiyasını dahilik mifindən çıxarıb xarakter tərbiyəsi müstəvisinə gətirdi. Onun yaratdığı grit skalası bugün həm işə qəbulda, həm də məktəblərdə uşaqların gələcək uğurlarını proqnozlaşdırmaq üçün istifadə olunur. Sonda sizə Duckworth'un ən vacib mesajını xatırlatmaq istəyirəm. İstedadlı olmaq nailiyyət demək deyil. Bir çox insan yarı yolda yorulub dayandığı üçün potensialını reallaşdıra bilmir. Unutmayın, uğur ən sürətli qaçanların deyil, ayağa qalxmaqdan yorulmayanlarındır. Sizcə, sizin ən böyük əzm hekayəniz hansıdır? Gəlin bunu şərhlərdə bölüşək.